Salam qızlar, kanalıma xoş gəldiniz. Mən bugün sizin üçün belə bir ayıcıq toxuyacağım. Toxumaq istəyən hər kəs başdan sona məni izləyə bilər. Bunun üçün bizə nə lazımdır? Bizə lazım olacaq yarın artın ipindən istifadə edəcəm mən. Amma siz hansı ipdən istəsəz istifadə edə bilərsiniz. Belə bir dəmir brelok aparat lazımdır. Amma başqa yollar da var. Onları da başa salacağım sizə. Milçə lazımdır. Siz öz ipinizin qalın və nazikliyinə görə öz milçənizi seçə bilərsiniz. Başlayaq. Bismillah. Sehirli halqa eləyirik. Sehirli halqanı necə eləyirik? İpin bu ucunu belə iki barmağımızın üzərinə qoyuruq. Sonra bu ipi bu cür. Sonra uc hissəsi ilə də tuturuq. Baxın, ipin altından salırıq. Bu ipi götürürük. Sehirli halqanı toxumağa başlayırıq. Və bu sehirli halqanın içərisinə 6 dənə ilmə yığırıq. 1, 2, 3, 4, 5, 6. Və sehirli halqanı bağlayırıq. Sonra isə sonuncu ilmə ilə birinci ilməni birləşdiririk. Bu cür sürüşdürmə yolu ilə birləşdiririk. İstəsəz başqa bir iplə işarə qoya bilərsiniz. İstəsəz hələ bu ipin bu birisi quyruq hissəsi ilə işarə qoya bilərsiniz ya da saya-saya toxuyarsınız. 6 dənə ilməni toxuduq, birləşdirdik. İndi İkinci sıranı toxuyuruq. Bu ikinci sırada bir toxuyub bir artırırıq. 9 dənə ilmə olana qədər bir toxuyuruq, bir artırırıq. Sıra sonuna qədər davam edirik. Bir toxuyuruq, bir artırırıq. Yenə də bir toxuyuruq, bir artırırıq. Arada ilmələri sayın ki, ilmələrin sayı düz olsun. İndi isə bir sıra artırıb azaltmadan bir sıra toxuyuruq. 9 dənə ilməni. 2, 3, 4, 5, 6, 7, 8, 9. Bu ayıcığın bir ayağı. Bunu kəsirik, qoyuruq bir qırağa. Və keçirik ikinci ayağına. Bu cür birləşdiririk. İkinci ayağını da toxuyum, gəlim. Bu ipləri də içərisində yox edirik. Ayımızın ikinci ayağı da hazır. İndi birinci ayağımızla ikinci ayağımızı bir-birinə birləşdiririk. Birləşdiririk. Və birləşdirdikdən sonra 9 burada ilmə var, 9 burada ilmə var. Bir sıra 18 dənə ilməni toxuyuruq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 9 dənə bu tərəfdən toxuyuruq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 18 dənə ilməmizi toxuduq. İndi bura işarə qoyaq ki, bitiş nöqtəmizi, başlanğıc nöqtəmizi görə bilək. Amma əvvəlcə sonuncu ilmə ilə birinci ilməni birləşdiririk. Ondan sonra işarəni qoyuruq. Sonra isə artırmaq lazım olacaq bizə. 2 dənə toxuyuruq, bir dənə artırırıq. 1, 2, 2 dənə toxuduq, bir artırırıq. Yenə də 1, 2, 2 dənə toxuyuruq, bir dənə artırırıq. Sıra sonuna qədər belə gedirik. 2 dənə toxuyuruq, bir artırırıq.
1, 2 artırırıq. 1, 2 artırırıq. 1, 2 ve sonuncu ilmi artırırıq. Burada olmalıdır 24 tane ilmə. Sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. 2 saydıq 24 tane ilmə. Əla. İndi isə bu 24 ilməni artırıb azaltmadan 2 sıra toxuyuruq. 2 sıra toxuyum gəlim. 2 sıra 24 ilməni 2 sıra toxuduq. İndi bizə bu ayıcığın qol hissələri lazım. Bunu necə toxuyuruq? Deməli, gəlməliyik bu hissəyə, uc hissəsinə, tam mərkəzinə. Baxın, belə. Tam mərkəzinə gəlməliyik. Bunun üçün 6 ilmə toxuyuruq. İndi sizdə bəlkə ilmələrin sayı falan az ola bilər, amma siz yenə də unutmayın ki, tam bu hissədə olmalıdır qolları. Bura qədər gəlin. Baxaq. Aha. Əla. İndi bir dənə ilmədən bizə tam bu ilmə lazımdır. Bir dəfə toxuyuruq. Belə. Oldu 2 dənə. Üzərinə ipi alırıq. Eyni ilmədən ikincini toxuyuruq. İpi alırıq üzərinə. Üçüncünü toxuyuruq. İpi alırıq üzərinə. Eyni ilmədən hamısını, başqa ilmədən toxumadan. Burada 5 dənə ilmə olur. Və ipi alırıq kruçokun üzərinə, milçənin üzərinə. Hamısını içindən keçirdirik. Bir dənə toxuyuruq. Sonra bu ilmələri hansı ilmənin hələ həmin ilmənin içərisindən bir dənə toxuyuruq. Çıxartdıq. Ardıca toxudum 2 ilmə ki sizə göstərə bilim. Baxın. Qol yeri artıq hazır oldu. İndi yenə toxuyuruq. Məndə 12 ilmədir, amma sizdə baxın tam bu mərkəzə qədər gəlirik. Aha. Gəldik bura. İndi yenə də milçənin üzərinə ipi alırıq. Eyni ilmənin içərisinə salırıq. Yəni ki, bundan sonraki baxın bura. Eyni ilmənin içərisinə salırıq. Bir dənə toxuduq. Yenə ipi alırıq. Yenə 2. Yenə eyni ilmənin içərisinə 3. 4 dəfə toxuyuruq. Və milçənin üzərində 5 dənə ilmə olur. Və bu 5 ilməni milçənin üzərinə ipi alıb 5'inin də içindən keçirdirik. Bir dəfə toxuyuruq və yenə də eyni ilmənin içərisinə bir dəfə də toxuduq. İndi 2 ilmə toxuyun. Göstərim sizə. Baxın. Gördünüz? Qol hissələri artıq görünür. Gəlirik bitiş nöqtəmizə. 4, 5, 6. Belə. İndi isə bu 24 ilməni azaldıb artırmadan 5 sıra toxuyuruq və gəlirik. Birinci sıranı göstərim sizə. 1, 2, 3, 4, 5, baxın 6, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 20, 23. İndi sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 24 dənə.
İndi 4 sırada toxuyuruq, gəlirik. Bir sıra toxumuşduq, 4 sırada toxudum, gəldim. İndi başlayırıq azaltmağa. Necə azaldırıq? Bir dənə azaldırıq, belə azaldırıq. Bir ilmənin bir divarından, ikinci ilmənin arxa divarından. İlmələri götürürük və bir yerdə toxuyuruq. Sonra 2 dənə toxuyuruq. 1, 2 və bir dənə azaltma edirik. Bir buradan, bir buradan. Beləcə davam edirik sıra sonuna qədər. Bir, iki. Bir, iki. Bir, iki. Gəldik sıra sonuna çatdıq. İndi isə bir dənə toxuyuruq. Bir dənə azaldırıq. Bir dənə toxuyuruq. Bir dənə azaldırıq. Bir dənə toxuyuruq. Və belə sıra sonuna qədər toxuyuruq. Belə. Görürük ki, azaltdıqca buradakı məsafə də azalır. Və bunun içərisini sindifonla doldururuq. İndi isə 2-2 azaldaraq davam edirik. Bir dəqiqə. 1 2 3 4 5 ve 6. 6 ilme azaldandan sonra ipimizi kesirik. Sapımızı çıxardırıq. İstəsəz milçəklə, istəsəz iynə vasitəsilə həmən bu yeri bu cür bağlayırıq. Açıq qalan hissəni. Hər ilmədən bir dəfə ipi keçirməklə. Görürsünüz, ilmənin bir divarından. Belə. Sıxırıq, bağlanır. Bu cür. İndi ayımızın üzünü, gözünü, qulaqlarını toxuyacağıq. Qulaqları üçün nə etmək lazımdır? Yenə də seyirli halqa eləyirik. Sehirli halqanın içərisinə 6 dənə ilmə yığırıq. 1 2 3 4 5 6 və bu cür ipimizi möhkəmləndiririk burada. Qulağımızın biri hazır. Belə. Seyirli halqanı çəkirik ipini. Qulağımızın biri hazır. İndi ikincini. Yenə seyirli halqan. Və seyirli halqanın içərisindən 6 dənə ilmək yığırıq. 1 2 3
4, 5, 6 və sonuncu ilməni bərkidirik. Belə. Və ipimizi biraz uzun kəsirik. Belə. İpi dartırıq, halqamızı bərkidirik. Və 2 dənə qulağımız hazır. İpimizin də birini uzun saxladıq ki, qulaqlarımızı tikə bilək bura. Qulağımızın birini bura tikək. Bunlar zamanı olmasınlar deyə. Bunu da toxuduğumuzun içərisində gizlədək. Gizlədək. Sonra kəsək. İndi qulaqları bura bərkidək. Qulağımızı birini tikək. Bu ipi kəsirik. Şimdi ikinci qulağımıza başlayaq. Yenə də. İplərimizi toxuduğumuzun içində gizlədirik. Bunu da İndi başlayaq tikməyə. Bunu kəsək. İpimizin quyruğunun hissəsini. Belə gözəl. Bunları da kəsirik diqqətlə. Toxuduğumuza zərər vermədən. Belə gözəl ayımız oldu. İndi isə üzünü, gözünü ipimizi götürürük. Tam mərkəzdən belə. Burada biraz ip saxlayırıq. Bu onun burnu. Çalışın ipi möhkəm dartmayın. Belə. Bu gözümüzün biri. Bu da ikinci gözümüz. Düğüm vururuq. Kəsirik və bu düğünləri burada gizlədirik. Belə oldu şirin bir ayı. İndi istəsəz belə bir aparat ala bilərsiniz. Satılan mağazalarda olur. Bunu bura öz ipi ilə tikə bilərsiniz. İstəsəz bunu belə bütün brulok aparatları eyni olmur, amma siz necə alsaz, necə istəsəz elə alın. İstəsəz bunlardan rəngarəng toxuya bilərsiniz və bu belə kruçok alıb, brulok aparatı alıb hər dəfə başqa bir ayıcıq üzərinə taxmaqla biraz kobud oldu. Baxın. Necə gözəl və şirin. Sizcə necə alındı? Rəy bölməsinə yazarsınız. Həm də mənə dəstək olmuş olarsınız.